Ərləri ola gedirlər başqa kişi ilə gəzirlər, yatırlar, dururlar, xəyanət edirlər. Ərinin yatdığı kravata kişi gətirirlər. Allah şahiddir ki, gözümlə görmüşəm. Elələrinə pozduğunu demirlər. Elələrinə demirlər gəzəyəndir, qəhidir. Ancaq ərsiz olmayan qadınların yəni boş-boş adı çıxıb da. Mənim ayrılığım var. Bu qədər mənə söyüş söylürlər. Mənim ayrılığım əgər mən ərimə xəyanət eləmiş olsaydım, məni ərim kişi ilə tutsaydı var ha, burada mənə söyüş yazılsa, o söyüşlərin hamısı mənə halal olardı. Ki deyərdim ki, cəmiyyət, millət düz deyir də. Mən ərim olurlar, mən kişi ilə tutulmuşam. Yaxşı söylürlər məni. Kişi ilə tutulmuşam, boşayıb məni. Bilən ki, nastayaşı qəhidir. Nastayaş pozğun qəhi onlara deyilir, bizə yox. Demirəm, mənim də yolum düzdür, içirəm, nə bilim, hoqqa verirəm. Demirəm, mən özümə bəraət qazandırmıram. Özümə bəraət qazandırmıram mən. Sadəcə olaraq, mən şəxsən, mən dünyanın ən axırıncı, ən pozğun, küçə qadını, ər olub başqa kişi ilə yatan qadınlara baxıram. Ərsiz qadınlara mən baxmıram, onlara deməyə mənim sözüm də yoxdur. Vəssalam, sözüm bitdiyi yer. Görmüşəm də, gözümlə görmüşəm də. Mən şükür Allah, kiminsə ailəsini də atmıram, evli kişi ilə danışmıram, kiminsə ərindən gelib hamilə qalıb, biz doğmamışam, alnım açıq, zaksla kəbinə ərə getmişəm, uşaq doğmuşam. Bəziləri kimi burada TikTokda gedib kiminsə ərindən biz doğub, toysuz gəlib videolar çəkdirmirəm ki, belə. Gəlib fəxrimlə, toyu da olmayıb, ay kişinin qızı. Toyu da olmayıb, toyu da olmayıb. Hamı girir yazır, Allah saxlasın, bomba kimi, yaxşı. Sən bıraxsan, uşaq doğmuşsan. Hamı da sən necə, belə də privestrit eləyir də. Amma Rəna, indi hamilə qalıb uşaq doğsaydı, bit. Mənə burada bilirsiniz nə yazırdılar?